Deməli Corat kəndindəyəm. Corat kəndinin videosunu paylaşmışdım. Çoxdan paylaşmışam. Gəl ki. Orada bir çox adam yazıb ki, tezə Coratı da paylaş. Gəlmişəm indi Corat kəndindəyəm. Tezə Coratı paylaşacağam Allah qoysa. Bildiyim, yəni kəndin özün, tezə kəndin özün. Tezə dediyimdə, yəni 5-10 ilin kəndi deyil ha. Mənim var hardasa 48-50 yaşım. Mən uşaqlıq vaxtımda gördüyüm yerdə adı elədi prosta. Ya Allah, bismillah, getdik. Corat cəmaatı kanala abunə olun, bəyənin, belə, getdik. Bu sağ tərəf hamısı şeydir, nədir bunun adı? Tezə kənddir. Coratın tezə kəndidir. Bu sağ yolun üstü, sağ tərəf hamısı tezə Coratdır. Sol tərəf 13-cü mikrorayondur. Oranla işimiz yoxdur. Oradakılar da salam olsun, söz yox. Prosta yəni mən tezə kəndi çəkib göstərmək istədiyim üçün, o üçün belə bir şey eləyirik. Corat Abşeron yarımadasının köhnə kəndlərindəndir. Hətta onu deyim ki, yəni xüsusi kəndlərdən biridir ki, hələ də Bakının 32 kəndindən xüsusi olaraq tək-tük kəndlərindən biridir ki, öz örf, adət, ənənəsini tutub saxlayır. Yəni söz yox, çoxu kəndlərimizdə tutub saxlayırlar. Burada biraz daha fərqlidir, burada biraz daha çoxdur. Mən elə söyləyirəm, mənim şəxsi fikrimdir. Bəlkə mən səhv hesab edirəm. Mənim səhv bildiyim sənin üçün düz ola bilər. Sənin üçün düz olan mənim üçün səhv ola bilər. Bu təbii haldır, insanlığın gətirdiyi qaydadır. 6-cı mikrorayon Kuruqudur bura. Buradan fırlanıb giririk tezə Corata. Bu tezə Coratın meçididir. Dur, mahnının səsini alaq. Bu tezə Coratın meçididir. Hələ dur, o meçidin qabağından bir dənə fırlanın meçidi də göstərim inşallah. Gəl, keç, gəl. Bu tezə Coratın meçididir, baba, bura. Gəl qardaşım, keç. Bura meçidin özüdür. Qabağıdır meçidin. Buradan fırlanaq. Bura meçiddir. Meçidin özüdür bura. Yanında təndir yeri var. Saç kəsmək üçün yeri var. Baba, meçidin qapısı da budur. Tezə Coratın meçididir bura. Getdik. Buradan giririk tezə Coratın özünə elə bir. Yəni yenə deyirəm, tezə Corat, adı tezə Coratdır da, yəni çoxdan kəndidə elə demək olar ki, bu da kəndin özü sayılır. Bu dəqiqə sağda, solda, ətrafda o qədər tezə Corat yaradılıb ki, yəni bunu adamın tezə deməyə dili gəlmir. Bura elə kəndin özü kimidir. Prosta yəni bilən bilir ki, çoxdan vaxtda 25 il bundan qabaq, 30 il bundan qabaq tezə Corat bura deyilirdi. Hələ yenə də tezə Corat deyilir. Belə, gedirik. Elə böyük yer deyil. Buradan sola dönəndə dəniz qırağına çıxırsan. Bir dənə dönək, gedək çıxaq dəniz qırağına. Hansı küçədən girsən,
Elə bil gedib çıxacaqsan düz dəniz qırağına. Buradan hansı küçəyə girsin, gedib çıxacaqsan dəniz qırağına. Təzə Zoratın içindəyik biz. Bakı kəndlərinin içində həqiqətən, yəni hər tərəfi asfalt olan yer, demək olar ki, yəni 3 dənə kənd, 5 dənə kənd varsa, Zorat onların başını çəkir. Zorat onların başındadır. Ara küçələri də asfaltdır. Qardaş, söhbət şeydən getmir, ha, yəni sonradan tikililərdən getmir. Ha. Zorat kəndi ilə Təzə kənddən gedir. Bax, bura Təzə kənddir. Buradakılar da Zorat cəmaətidir, çoxunluq. Yəni o vaxtı boş ərazi olub, paylanıb eləyib, yəni götürüblər. O vaxt deyim, yəni bəlkə də bir 70 il, 80 il, Sumqayıt heç yox idi bəlkə. Bax, o vaxtdan söhbət gedir. Çünki mənim 50 yaşım var, qardaş 48 yaşım var. Yəni, mən uşaq vaxtında bu kənddə olmuşam. Bax, gəldik, çıxdıq, baba, bura. Aha, Təzə Zoratdayıq. Buradan döndük sağa, həmən küçədən yenə bu bir tərəfdəki küçəsi ilə gedib çıxırıq kəndin içinə. Burada bayaqlar keçdiyim yoldur. Buradan elə bil. İndi bir dənə də 13 tərəfə çıxacağım buradan. Bu mərkəzi yoldan, indi keçdiyim bu 4 yoldan əvvəllər 12 nömrə işləyirdi. Xırdalana Paz avtobuslar. 4 nömrə işləyirdi. Paz avtobuslar Kolxoz bazarının yanına. İndi buradan marşrut keçir-keçmir bilmirəm. Keçir yəqin ki. Mütləq şəkildə keçir. 12 nömrə keçir. Sumqayıtdan Nasoslu tərəfə getməlidir deyəsən. Elə bir marşrut xətti var buranın. Sonra 14 nömrə keçirdi buradan. 14 nömrə keçirdi. Əcəmidən çıxırdı, gəlirdi bura Sumqayıtı 10-cu mikrorayona. Gəlib buradan Zorat kəndinin içindən, Təzə kənddən çıxıb 6-cı mikrorayon kuruğundan çıxıb gedirdi şeyə, 10-cu mikrorayona. Yolların enliyini görürsünüz. Yolların eni nətərdir? Hə? Gül kimi yolları var, gül kimi. Enli. İndi buranı saymıram da, yəni ümumi mənada, amma asfaltdır. Hələ ara küçələri də asfaltdır. Bayaqdandan nə qədər yol getmişik, nə boyda yol getmişik, demək olar ki, birinci dəfədir Qurumtabaya düşürəm. Yəni bu belə. Gəldik bura, bu da Təzə kənd. Təzə Zorat. Buranı açığı bilmirəm. Burada yəni Təzə Zoratda tarixi bir yer var. Yəqin ki olmaz adından aydındır, yəni Təzə Zorat. Nəsə bir tarixi bulaq olar, köhnə bir bulaq olar. Mən bilən yoxdur. O üçün də ancaq elə küçə aralarını gəzirəm ki, yəni Təzə Zoratda bax buradır. Bu ərazidir Təzə Zorat.
Yəni gəlib buradan ev alıb yaşamaq istəyənlər çox ağıllı bir iş görər. Niyə? Yəni yəqin ki, hiss eləyirsiniz, sakitdir. Yəni valla Fransanın küçələrinə oxşayır. İndi mən Fransada olmamışam, yəni gördüyümüz, bildiyimizdə, yəni nə mənada deyirəm, sakitçilik mənasında, hə? Qəşəngdir. Qəşəngdir. Gözəl, valla. Aha, burada bir şəhid bulağımız var. Şəhid bulağımız. Çıxdıq və həmən yerə. Aha, marşrut da buradan keçirmiş. Bax. Gəl. Marşrut da buradan keçirmiş. Bax, 12 nömrə keçir buradan. İndi mənim sol tərəfimdədir. Dayanmışam, ona yol verir. Gözləyirəm ki, keçsin, göstərim. Yəni buradan ev almaq istəyən, bura köçmək istəyən, belənçinə də bir marşrut xətti var buranın. Yəni köhnə marşrutlarda deyil, təzə marşrutdur. Baba keçdi. Bu yəqin gedir Corat kəndinin içinə, buranın özünə aid olmayan bir marşrutdur, amma keçir də yəni buradan. Bax, tarixi yer deyəndə baba buranı göstərin. Baba. Bax, buralar, bu sağ tərəfdəki dükanlar Sovetin vaxtından qalma dükanlardır. Talonla ət yağ verilən yerlər idi. Təzəşənd, yəni başqa göstərəcəyim bir yer yoxdur burada. Yəni nə deyim, başqa arasını göstərim. Bax, Təzəşənd elə balaca bir yerdir, təzə Coratdır. Yəni bu qədər bizdən. Kanala abunə olun. İnşallah bundan sonra da devamlı çalışacağım. Həftədə bir kəndi gedim, çəkim. Yəqin ki, bu videoya da baxıb Coratı niyə çəkmirsən deyən olacaq. Qardaş, birinci bu kanalda Coratın videosunu atmışam. Gir ora bax. Gir ora bax, kanala da abunə ol. Haqsızlıq eləmə mənə. Bu kanalda birinci Corat kəndinin videosu düşüb. Abşeron yarımadasının göz bəbəyi, göz nuru. Məncə elədir, mənim şəxsi fikrimdir. Kimsə deyə bilər ki, elə deyil. O da onun şəxsi fikridir. Videomuzu burada sonlandırıram. Buradan da fırlanıb Coratın kəndinin içi ilə çıxacağam mən şəhər yoluna. Gedəcəyik evimizə, işləyimiz. O, marşrutlar, ha, marşrutları var. Dükanı, nə bilim, marketləri qaydasındadır. Meyvə tərəvəzləri. Buradan gəlib kim ev almaq istəyən olarsa, yəni rahatlıqla alıb yaşamaq olar. Sakitçilikdir, qəşəngdir. Hiss olunur ki, yəni belə keçici sakinlik deyil də, yəni o insanların necə deyim, yəni o sakit işində, gücündə olan bir yerdir Təzəkənd. Yəni ev eşiklərdən, o əhval-ruhiyyədən, o abu-havalardan elə görsənir. İndi buradan dönəcəyəm. Ara, sağa, sola, düz. Nəysə, dönək biz sağla çıxaq, gedək. Buralar kəndin özüdür, buralar Təzəkənd deyil. Buralar Təzəkənd deyil, buralar Corat kəndinin özüdür, Corat kəndinin özü. Qəşəngdir. Corat kəndi də əla yerdir. Sakit kənddir. Yəni təzə Corat videosunu burada sonlandırıram. İnşallah çalışacağım hər həftə Bakının bir kəndindən video atım. İş olur, atmaq olmur. Onun üçün də belə. Kanala abunə olun. Corat cəmaatına bir daha salam olsun. Bu qədər. DJ Argus. Çekme.